Salam dostlar. Ən çox mənə yönləndirilən suallardan biri lazer ləkəsi necə keçir? İlk olaraq baxmaq lazımdır ki, lazer ləkəsinə, yanığına səbəb olan meyarlar nədir? Birinci olaraq yenə də deyirəm, yanlış lazer ayarları və təcrübəsiz lazeroloq. Cilddəki melanin səviyyəsi nəzərə alınmadan hansısa prosedur həyata keçirilirsə, bu zaman yanma riski daha yüksək olacaqdır. Lazer yanığı ilə qarşılaşdığımız ilk anda, ilkin olaraq həmin bölgəyə soyuq kompres qoyulmalıdır ki, həm qızartı, həm ağrını və şişkinliyi aradan qaldırmaq mümkün olsun. Nəmləndirici və sakitləşdirici kremlər mütləq şəkildə istifadə olunmalıdır. Mən uyğun görürəm əsasən aloe vera geli. Bu gel başda olmaqla E vitamini tərkibli nəmləndirici kremlər istifadə eləmək daha məqsəd yönlüdür. Çünki bu kremlər daha tez dərinin yenilənməsinə kömək olur. Digər yandan həmin bölgə, yəni yaranın ətrafı təmiz saxlanılmalıdır ki, infeksiya düşməsin. Ola bilsin ki, yara dərinliyi başqa boyutlarla ola bilər. Məsəl üçün, bəziləri sadəcə qızartı ola bilir, bəziləri şişkinlik ola bilir, bəzilərində hətta el arasında deyilmiş suluqlama, qabarma halı ola bilər ki, bunlara da infeksiya düşməsin deyə ilkin olaraq o tədbirlərimizi mütləq şəkildə görürük. Lazerdən öncə də dəriyə mütləq şəkildə düzgün baxılmalıdır. Lazerə gəlməmişdən öncə və sonra dəriyə nə kisə, nə də pilinglər tətbiq olunmalı deyil. Lazerdən öncə və sonra dəri yetərincə qorunmalıdır, xüsusilə günəş şüasından. Bunun üçün dostlar, istər lazerdən öncə, istər sonra SPF kremlərindən mütləq şəkildə istifadə eləməlisiniz. Və bu ləkələr əsasən keçici ləkələr olurlar. Adətən bir həftə 10 gün ərzində bu ləkələr yoxa çıxmağa başlayırlar. Amma təbii ki, şəxsdən şəxsə dəyişir. Çünki ləkənin dərinlikləri hər kəsin dəri xarakterinə uyğun olaraq müxtəlif zamanlarda yoxa çıxmağa başlayır. Və bunu da biz deyə bilmirik konkret olaraq hansı zamanda yoxa çıxır. Ən az bir həftə 10 gündən hətta 3 və 6 aya qədər sürə bilir. Əgər üz nahiyənizə lazer proseduru həyata keçiriləcəksə, mütləq şəkildə öz üzərinizdə SPF kremlərinizi götürün. Unutmuş olarsınızsa, o zaman lazeroloqunuzdan xahiş edin ki, sizin üzünüzə SPF kremi tətbiq eləsin. Bundan əlavə dostlar, prosedurdan sonra üzünüzə düşən ləkələrin digər bir səbəbini açıqlayım. Bunun səbəbi sizsiniz. Ola bilsin ki, lazeroloqunuz olduqca düzgün ayarlarla proseduru həyata keçirib. Heç bir yanıq izi yoxdur. Amma deyirsiniz ki, getdik, prosedurdan sonra mənim üzümə ləkə düşdü. Və bunun səbəbkarı bir tərəfdən də siz özünüzsünüz. Niyə? Hər hansı bir qan durulducu dərmanlar içmisinizsə prosedurdan öncə və yaxud da antiinflamatuar dərmanlar qəbul eləmişsinizsə, deyək ki, lazerdən 1, 2, 3 gün ərzində bu dərmanları qəbul eləmişsinizsə, onda sizin üzünüzə ləkə düşmə riski daha yüksəkdir. Beləliklə dostlar, bir şey də sizin nəzərinizə çatdırım. Bizdə olan cihaz buz başlıqlı cihazdır, hansı ki, ləkə salma riski, təhlükəsi olduqca düşük və nəzərinizə çatdırsaq ki, peşəkar lazeroloqumuz da var. Bu yüzdən səhifəmi takib edin və buyurun gəlin dostlar. Ağrısız, yanma təhlükəsi, riski olmadan gözəl bir prosedur həyata keçirə bilərik sizlə. Özünüzə yaxşı baxın dostlar.